Salam, hər vaxtınız xeyir əziz şagirdlər. Mən Məmmədova Kəmilə. Gününüz uğurlu olsun inşallah. Bugün sizlərlə ki samitinin müxtəlifcə tələffüz olunması məsələsi var ki, ona baxacağıq. Ki nə zaman özü kimi qalır, k kimi, c kimi, i kimi və y kimi tələffüz olur. Onlara baxaq. Ki nə zaman özü kimi qalır. Deməli, ərəb və fars mənşəli sözlərdə, yəni alınmalarda, milli mənşəli sözlərdə, həmçinin də tək hecalı sözlərdə ki özü kimi qalır. İdraçdır, türkdür, çələmdir, bizimki və s. Keçək k kimi tələffüz olması Rus Avropa mənşəli sözlərdə sayısan özünü göstərir. Nümunə olaraq da komandiri göstərə bilərik. Uşaqlar, nümunələri az yaza bilərəm. Çünki vaxtımız azdır. Mən istəyirəm ki, sizə bu az vaxtda çox məlumat ötürüm. Keçək G-yə. G-də iki məsələ var ki, onları deyim. Məsələn, burada var ki, qoşa Q-lardan birinin C kimi tələffüz olunması. Mənim dərslərimə qoşulan uşaqların əksəriyyəti bilir ki, təpic qoy məsələsi var. Təpic qoy. Deməli, uşaqlar, bunlar bilirlər ki, buradakı samitlərin hamısı eyni cinsli qoşa samitlər olduqda onlardan biri öz qarşılığına keçir və ya düşmə hadisəsi baş verir ki, burada düşür, y-da düşür. Bu əvvəlki dərslərimizdə var, video izahlarında. Yəni maraqlanırsınızsa bizim dərslərimizə qoşula bilərsiniz. Həm onlayn, həm də eyni şəkildə dərslərimiz davam edir. Yəni bunlardan da biri də ki, Q-dur ki, Q-nın qoşa Q-larda biri öz qarşılığına keçir G-ya. 8 olur. Sözün ortasında iki çar samit yanaşı gəldikdə və bunların ikincisi Q olduqda Ç-nın G-yə keçməsi olur. Məsələn, seçki yazılır, seçki deyilir. Və burada bir qayda var ki, qeyd var ki, ona nəzər edin. Çünki uşaqlar testlərə salırlar və miskər kimi yazırlar. Siz də götürürsünüz bunun tələffüzünü miskər kimi edirsiniz. Səhv dərsində bu miskər kimi yazılır. Biz bunu səhv eləyirik. Burada diqqətli olun. Keçək Ç-nın ilk kimi tələffüz olunması. Sözün sonunda samitlə başlanan söz və ya şəkilci gəldikdə Ç işə çevrilir. Məsələn, çiçəklər deyirik, çiçəklər olaraq tələffüz edirik. Keçdik sözün sonunda heç nə gəlmədikdə, yəni çiçək deyib dayanırıq. Burada da yenə nə olur? Ç işə çevrilir, çiçək. Y kimi tələffüz olunması da sözün sonunda sait ilə başlanan söz və ya şəkilci gəldikdə bu hadisə olur. Məsələn, külək üstəcələk in bərabərdir küləyin. Uşaqlar, yadınızda saxlayın ki, bu y var, y. Bunu qarışdırmayın bitişdirici samitlə. Bu bitişdirici deyil, Ç-nın y-yə keçməsidir. Tez onu kök və şəkilciyə ayıraraq bilə bilərsiniz. Bundan sonra çiçək ətri. Nə oldu? Çiçək özündən sonra saitlə başlanan söz gəlib, ətri. Neyinirik? Çiçək ətri olaraq tələffüz edirik. Keçirik qeydimizə. Bəzi sözlər, yəni alma mənşəli sözlər var ki, y-yə keçmir. Yəni eləcə də qalır. Təbrik sözü var ki, biz buna saitlə başlanan söz artırdıqda və ya şəkilçi artırdıqda y-yə keçməsi baş vermir. Məsələn, təbriyin demirik axı, təbriyi edirik demirik axı, təbrik edirik deyirik, təbrikin deyirik və s. və ilə axı. Bunlara da diqqət edin. Uşaqlar, dərsimiz sizin üçün də maraqlıdırsa bizi izləyin, bizə qoşulun, birlikdə hazırlaşaq və gözəl nəticələrimiz olsun inşallah. Uşaqlar, uğurlar sizə, hər birinizə. Instagramdan mənə yaza bilərsiniz. Həmçinin də 055 721 97 41. Bu nömrə ilə də əlaqə saxlaya bilərsiniz. Sağ olun, hələlik.